kanalıma bir gündə 60 dənə şikayət göndərməkdən mənim kanalımı haqsızlığa susmanı sildirmək istəyirdilər ki, Qabilin bu subutları itsin, batsın. Buyurun baxın. Yüngülvari başa düşərsən özün. Hətta bu qədər eybəcərcəsinə qəşd eləyirlər. Amma gəlin baxaq, mehman kimi göstərir. Kimdir bu qadın? Əlbəttə ki, qələmə verilən qadın deyil. İndi də gəlin o şəklin ikinci yarısını biz göstərək və qadının kim olduğunu bilək. Təbii ki, əxlaq qaydalarının yol verdiyi qədər. Hörmətli vətəndaşlarımızın diqqətinə bir sıra elektron ünvanları çatdırıram. Bu elektron ünvanlarda Anna Çetilikova adında bir qadının təsvirləri yayımlanır. Beləliklə, Mehman Hüseynov və başqa xislətdaşlarının Alena kimi təqdim etdiyi Anna Şvyakova əslində kim idi? Tərcümeyi halı. Anna Sergeyevna Çetverikova Şevyakova. Pasport nömrəsi 671 655. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, indi isə bu yayımlandı haçan? Bu yayımlandı Mart ayının 22-sində, yəni bugün Mart ayının 22-si 2026-cı ildə. Eləmi elə? Tam bundan ay yarım qabaq mən nə paylaşmışam? Özü də 3-4 dəfə yayım eləmişəm. Amma gəlin mən sizə birini göstərim. Dəyərli həmvətənlərim, buyurun baxın. Ala. Buyurun baxın, xahiş eləyirəm. 7 fevralda 7 Şubat 128.999 nəfər baxıbdı. Buyurun baxın. Dostlar, qardaşlar, videonun adı nədir? Videonun adı nədir? Təcili Ukraynada Alyonaya oxşar qız axtarılır. Əliyev Odessaya əməliyyat qrupu göndəribdi. Buyurun baxın. Ay, xəbərin varmı xəbərdən? Danışırsan, girib ora tövğəyi yeyə tövğə dönübsən. Əmir qulaq as görüm nə deyirəm sənə Allahım. Ay, xəbərin varmı xəbərdən? Mən bilirsən Odessada canlarım, ciyərlərim var, bilirsən sənə. Odessada İlham Əliyevin ailəsi, yəni ki Arzudan, Leyladan, nədir o, Anar Ələkbərov daxil, xüsusi xidmət orqanlarından hamısı gedib Odessaya. Hamısı gedib Odessaya neynəməyə? Alyonaya oxşayan qız axtarırlar oranın devlətindən və Sergeyi axtarırlar, onunla təzən şəkil çəkdirsin ki, o Alyona o dövlət...